Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnur Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, kişinin sevgisi daha güclüdür, yoxsa qadının sevgisi daha güclüdür? Bu əslində insanların çoxunu maraqlandıran sualdır. Daha dolğun və dərin cavablandıracağım. Deməli, söhbət əgər anın dərinliyindən gedirsə, ani yaşantılardan gedirsə, ümumiyyətlə qadınlarda şuuraltı zehin, hansı ki ana cavab verən daha aktivdir. Şuurlu zehin nisbətən ona baxanda potensialı daha aşağıdır. Yəni nisbətən, yəni hər ikisi var da, şuuraltı zehnin anlıq zövqləri daha aktivdir. Ona görə dopamin hormonu artdıqca qadın ekstazik vəziyyətə, şəhvət vəziyyətinə düşür, ağlı başından çıxır, gözü demək olar ki, heç bir şey görmür. Həmin anda, xüsusilə sevişmə anında, cinsi münasibət anında buna misal göstərə bilərik. Həmin anda elə bilir ki, sanki bu ruh halı, bu durum, bu aşiqlik durumu ömür boyu davam edəcək. Yəni, bir metaforik olaraq plamasterlə izah eləsək, qadının sevgisi anın dərinliyinə bağlıdır. Və elə bilir ki, bu sürəklilik içərisində də davam edəcək. Yəni, 2 həftə içərisində də belə olacaq, 1 aydan sonra da belə olacaq, 3 ildən sonra da belə olacaq, 50 ildən sonra da belə olacaq. Ona görə özündən bir ixtiyar olaraq başlayır sözlər verməyə ki, mən səni heç bir zaman tərk eləməyəcəm, hər zaman sənin yanında olacam, sənin əlini tutacam, sənsiz bir günüm olmasın, sənsiz ölərəm, itərəm. Amma həmin anın dərinliyi fərqli-fərqli səbəblərə görə, getdiyinə görə birdən-birə kişiyə qayıdıb deyə bilər ki, vəssalam, artıq sənə qarşı heç nə hiss eləmirəm, bizimki tutmur, nə bilim, sağ ol. Bu, təbii ki, kişilər də buna bir anlam verə bilmirlər. Bu boyda, deyək ki, 2 həftə belə güclü vaxt keçirdik və yaxud da 5 ay vaxt keçirdik. Nə oldu buna birdən-birə məndən soyudu, axı bu mənim dərdimdən ölürdü, illərlə bəlkə də mənə arzuluyurdu. Demək ki, nədir? Söhbət sürəklilikdən gedirsə, qadının sevgisi zəifdir. Əgər dərinlikdən, anın dərinliyindən gedirsə, qadının sevgisi daha güclüdür. Və anın dərinliyinə cavab verən sevgi daha çox tələbkar bir sevgidir. Qarşı tərəfdən sürəkli olaraq diqqət tələb eləyir, dəyər biçmə tələb eləyir. Axı, anlıq istəklər üzərində qurulub axı bu. Kaprizliyi, buna görə kaprizli davranışlar sərgiləyir istədiyi olmayanda və yaxud da yeni rəngarəng emosiyaları qarşı tərəfdən tətikləməsini istəyir. Deyək ki, bahalı deyək ki, hədiyyələr istəyir, əşyalar istəyir. Bir sözdən özünü tamamlayacaq hər bir şey istəyir. Başa düşürsünüzmü? Yəni, bu durumda kişinin statusudur və yaxud da pulu varsa puludur, gücü varsa gücüdür, məğrur duruşu, bunlar hamısı önəmlidir, kriteriyalardır. Bunlarda əgər laxlama varsa, xüsusilə statusunda və gücündə, indi hər kəs varlı ola bilməz, o heç onu qoyuruq bir tərəfə. Artıq qadında o dərinlikdə olan sevgi sürəkliyə ümumiyyətlə heç keçid eləyə bilmir və anında sönür. Yəni, qadın əslində bu durumda yalan danışmır kişiyə, doğrunu danışır. O doğrudan da həmin anda elə hiss edir. Və sabahsı gün kişiyə qayıdıb deyəndə ki, artıq mən sənə qarşı heç nə hiss eləmirəm, kişi buna bir anlam verə bilmir. Lakin kişilərin sevgilisi isə daha çox sürəklilikdə güclüdür. Yəni, mən bayaq izah elədiyim o demək deyil, qadında sürəkli olmur, bu davamiyyətli olmur. Olur, sadəcə əsas prioritet dərinliyədir. Kişidə də həmin anın dərinliyində sevgi olur. Amma qadın qədər güclü olmur. Amma o sevginin davam elətdirmə, deyək ki, həftələr, aylar, illər, əsrlər hətta qocalana kimi o kişidə daha güclü olur. Çünki kişidə anlıq duyğularla hərəkət eləmək yoxdur. Təbii ki, bu sağlam kişidən burada söhbət gedir. Yəni, infantil, travmalı kişilərdən söhbət getmir. Yəni, onlarda bir qadını əldə eləmək belə xüsusi bir seçimdir, şuurlu olaraq olan bir seçimdir, yüksək dəyərdir, deyir ki, mənim qadınımdır, mənim uşaqlarımın anası olacaq və yaxud da anasıdır, mən onu qorumalıyam, dəyər biçməliyəm, yəni mənim olan mənə aiddir. Elə bir ki, bir qoruqdur, oradakı yeri sən qorumaq istəyirsən.
bir sərhədçisən, sərhədləri düşmənlərdən qorumaq istəyirsən. Başa düşürsənmi? Yəni kişi üçün ona görə sürəklilik kontinuumunda sevgi daha güclüdür. Elə bu məsələlərə görə bütün boşanmaları, hətta belə deyək də, deyək ki, günah qadında belə olsa, yenə qadın başladır. Yəni nəsə bir şey xoşuna gəlmədi, çox vaxt boşanmanın özünü əsasən qadın başladır. Hətta kişi qadını sevməsə belə, o illərlə boşanmadan o şəkildə yaşaya bilər. Yəni deyək ki, ola bilər sevmirəm, amma mənim üçün dəyərlidir, uşaqlarımın anasıdır. Və ona nəticədə dəyər biçmişəm və yatırım eləmişəm. Amma qadın üçünsə bu belə deyildir. Ümumi cəmləyəndə, yəni hansı daha çox etibarlıdır? Yəni qadınlar inciməsin, kişilərin sevgisi əgər həqiqidirsə, aldatmırlarsa. Bir dənə də onu qeyd edeyim ki, qadınlar özləri də bilmədən yalan danışa bilirlər. Çünki həmin anda onu hiss edirlər. Amma kişilər daha çox əgər sevmirlərsə, yalandan özlərinin rol oynayaraq o şəkildə qoyurlar. Əgər doğrudan da sevirlərsə, bunun davam eləmə müddəti çox böyük olur. Yenə də burada deyirəm, yəni kişilərin sevgisi daha etibarlıdır bu planda. Yəni qadınlar inciməsin, əgər doğrudan da sevirlərsə. Güclüyünə görə yox, etibarlılığına görə, güvənirliyinə görə. Güclü, yenə də deyirəm, qadında anı yaşayandadır, kişidə isə davamiyyətdədir, yəni sürəklilikdədir. Bütün bunların fərqini ümid edirəm ki, bir şəkildə sizə çatdıra bildim. Və ən sonda da onu deyirəm ki, yəni bunlar istisnai hallarda dəyişə də bilərlər. Yəni psixologiyada 100% məsələ yoxdur. Çox şey mücərrəddir. Hətta nə qədər mən dərindən burada izahatını versəm belə, yenə də danışdığım şeylər o icebergin yenə görünən hissələrdir. Yəni insan düşündüyümüzdən daha çox dərin, mürəkkəb və bilinməyən bir varlıqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.